İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və böyük qayıdış proqramı çərçivəsində həyata keçirilən strateji iqtisadi layihələr regionun simasını sürətlə dəyişir. Bu layihələr arasında xüsusi çəksi ilə seçilən Ağdam Sənaye Parkı Qarabağın sənaye potensialının bərpası və inkişafında lokomotiv rolunu oynayır. 190 hektardan çox ərazini əhatə edən bu müasir sənaye zonası artıq regionun iqtisadi dirçəlişinin simvoluna çevrilir. Ağdam Sənaye Parkının fəaliyyəti həm də mühüm sosial əhəmiyyət kəsb edir. Burada yaradılan minlərlə yeni iş yeri bölgəyə qayıdan keçmiş məcburi köçkünlərin dayanıqlı məşğulluğunu təmin edir. Hazırda Sənaye Parkında 30 rezident, 5 qeyri-rezident fəaliyyət göstərir. Sahibkarlar tərəfindən layihələrə 149,67 milyon manat investisiya yatırılıb. 1000-ə yaxın daimi iş yeri yaradılıb. Hazırda parkda 13 müəssisə var. Ağdam Sənaye Parkında ixrac potensialı ilə seçilən müəssisələrdən biri Mister Dekor MMC-nin divar kağızları istehsal zavodudur. 1,6 hektar ərazidə yaradılan müəssisə Cənubi Qafqazda bu sahə üzrə ixtisaslaşmış ilk zavod hesab olunur. Zavodumuz 2024-cü il sentyabr ayının 19-da fəaliyyətə başlayıb, 2 illik fəaliyyət göstərir. Zavodumuzda istehsal avadanlıqları Çindən gətirilib, xammallar Çin və Avropa ölkələridir. Zavodumuz illik 2,1 milyon rulon ədəd istehsal gücü var. Artıq 3-cü xətti quraşdırılıb, quraşdırılma işləri tamamlanır və istehsal gücünü artırmağı planlaşdırılır. İxrac olunan ölkələr Özbəkistandır, Gürcüstandır. Bunlara artıq ixrac gedib. Özbəkistandan təkən sifariş gözləyirik. Türkiyə ilə danışıqlar gedir və Gürcüstana yenidən ixrac planlaşdırılır. Sənaye Parkının ixrac potensialını gücləndirən digər müəssisə Bafco Invest MMC-nin ayaqqabı fabrikidir. Burada 2024-cü ilin aprelindən başlayaraq müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb. İstehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür. Əsasən Avropa, Yaxın Şərq və keçmiş MDB ölkələri ilə biznes əlaqələri qurulmuşdur və yaxın zamanda artıq bu ölkələrə ixracımız həyata keçiriləcəkdir. Bundan başqa bizim xarici Avropaya ixracımız üçün lazım olan bütün sertifikatlarımız artıq təmin olunmuşdur. Xüsusilə də ISO sertifikatını vurğulamaq lazımdır ki, hansı ki bu bazarlarda əsasən Avropa, Yaxın Şərq və MDB ölkələri bazarlarında çox vacib bir nüansdır və biz bu sertifikatları əldə etmişik. Yüksək, belə deyim, keyfiyyətli xam malımız, istehsal prosesimiz, mütəxəssislərimiz ona əl verir ki, biz burada yüksək keyfiyyətli məhsullarla həm yerli, həm xarici bazarı təmin edə bilək. Yeni başlayan zaman 5-6 modellə davam edirdi. Artıq modellərin sayı 15-dən artıqdır. Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin uğurları bir daha təsdiqləyir ki, işğaldan azad edilmiş ərazilər qısa müddətdə ölkə iqtisadiyyatında önəmli rol oynamağa başlayıb. Divar kağızlarından tutmuş xüsusi təyinatlı ayaqqabılara qədər müxtəlif məhsulların istehsal olunaraq dünya bazarlarına çıxarılması regionun sənaye potensialının real göstəricisidir.